bebek gibi bebekimsi yüzümü gururum. Ha deməli, bugün bizdə aramızda qalsın videomuzun ilk günüdür deməli. Gündür deməyək. Biz bir neçə dəfə yoxlamışıq əslində. İndi də bilməm kaçıncı dizimizi çekiyoruz. İndi görək. Bu dəfə də yoxlayaq. Bu dəfə də başqa bir rakursdan çəkək. Görək necədir, alınırmı yoxsa yox. Onu da görəcəyik, baxacağıq. Bugün ümumiyyətlə mənim YouTube'da ilk videomdur. Bu video paylaşandan sonra ikisinin poçları. İnşallah adını düz demişəmdir. Həmişə poçini mən tərsinə deyirəm, bilməm artıq düz yoxdur. Onu artıq siz yazar. Ay, emin deyirəm, davamlı gəlir. Bu ilk videonu belə başladıq. Mən tanışlıq videosu falan eləmədim. Amma sonra tanışlıq videosu da eləyəcəm. Sadəcə təsadüfən düşündüm ki, gəl bugünü çəkim. Dedim öz-özümə qərar verdim. İndi də çəkməyə davam edirəm. Bunu çəkəndən sonra düşünürəm ki, gələn videomuz artıq tanımanız üçün videolar deyə düşünürəm. Benim Instagramdakı postlarımı istəyirəm YouTube'da da paylaşım, post kimi eləyim. Görmüşəm bəzi adamlar eləyir. Dedim mən niyə eləməyim? Doğru. Hazırlaşana qədər poçilərimiz effektini tutsun. Özünü tutsunlar poçilər. Biz də gedək paltalarımızı seçək. Gedəcək Arzu ilə görüşəcəyik. Bunu da göstərəcəm sizə videoda kimdir. İftar yeməyini çəkəcəm sizlərə. Skate çəkəcəm sizə. Aramızda qalsın. Bunların hamısını xırda çəkəcəm. Göstərəcəyik. Belə. Gedək hazırlaşaq. Let's go. Sen olmasan da sensiz olmuyor. Neredesin? Allah, bu niye böyle sürüştü getdi o yana? Vakit üzüm çok temizdi ona göre. Bebeğimsi yüzüm var arkadaşlar. Bəli dostlar. Ben düşündüm ki biz geçen sefer ağrayında kofta giymişdik videoda. Ve 3. naparnikimiz, ona tanış olacaksınız podcast videomuzda bəli. Gördü ki biraz daha tünd renk verdi. Daha tünd renk kimi bir dəfəlik qara renk götürdü. Mangodan belə bir koftamız var renkdə. Onu giymək istəyirəm və sadəcə var üstdən belə şalvar var. Dostlar geyindik və nə oldu? Bizim günümüzün en başarılı anı. Dırnağımız kırıldı. Yaşam. Bir kəmərim var. Bir ara moddadır. Bir ara deyəndə moddaydım. Mən ki bir tərəfdən də gedim bəlkə Arzu ilə bir makyajı eləyək. Eləsəm artıq gec olacaq. Beşlərimizi götürərik, gedərik onlara. Çünki mən keçən videoda boş və ağ rəngli giymişdim. Belə giymiş. Bir görək, videoda necə görsənəcək yoxsa yox. Sumka olaraq bunu götürəcəyik. Kuşqanı taxmışam da çox şirin, xoşmaya. Bunun bu cür boy ayaqqabını seçirəm ki, şalvarımdan yaxşı görsənir. Onu da sinozum. Beyifdir. Əslində mən bunun başqa bir rəngini tapacaq. Roz rəngində olan. Gösterdim ki, bəs bu renk mənə lazımdır mütləq. Yəni üzüm çox qəşəng gelir o rengi. Çox qəşəng teksturası var. Ben dedi ki vallahi yani budur ve onu da deyim ki Olivia'dan almış. Karobkanı da açmağa icazə vermirdi ki, yok karobkadan aça bilmərik. Ben dedim ki yaxşı okey. Eve gördüm ki, açdım, birinci gördüm ki bu rengi o renk değil. Onun teksturası hemen o tekstura değil. Dostlar, aldandık. Yandım, siz yanmayın. Hardasa videosunu koyarım. Uzun o rengini. Mən padruqamla tapmışdım. Çok hoşuma gəlmişdi dəhşət. Cidden üzdə bütün ləkələri gizlədir. BB krem effekti verir. Bence möhtəşəm. Deyəsən 33 manat verir. Əslində belə normaldır, amma ölçüsü biraz balacadır deyə biraz əməyə bilər əslində. Yəni çox gözəldir. Yolculuğumuz avtobusda olacaq. Avtobusla gedəcəyik. Allah buradan manifestləyirəm ki, amin amin amin. Amin, aldım kabul ettim. Manifestləyirəm ki ilin axırında maşın alacağım. 100% alacağım. Hello. Böyle alttan soyuq olduğu üçün altından da bir dənə də kofta giymiş. Onda eşitdim ki deyirlər soyuqdur. Ona görə altından bir dənə də jaket giyindim. Sephora'nın konsilerim. Onu çəkim. Düzü çox xoşuma gəldi teksturası. Çox qəşəngdir. Yəni məndə L'Oreal idi əvvəl. Çox quru görsənirdi. Ondan sonra mən həmişə makyajımı bu cür eləyirəm. Bilmirəm nə qədər düzdür, nə qədər səhv. Bəzən konturla rumenanı birlikdə vurub yayıram. Ben bayağı makyaj vlogu çekmiyorum. Ben şeyler işte dememişim. Və konturu aşağıya yox, yuxarıya almanız daha məsləhət görülür. Çünki yuxarı cizgiləri daha çox yuxarı qalxır. Daha çox dartılmış görsənilir, şəm aşağı düşmüş. Göz eləyebilirsən başqasını. Yox, başqasını heç eləməmişəm. Rumena ilə konturu yaydı. İndi keçib pudraya. Pudra məndə biraz tündür. Konturlu yerə və göz üzərinə vururam. Çünki açıq olan yerləri daha çox da tündləşdirməsin. Tipdən. Golden Rose. Toz pudramızı götürürük. Toz hər kəsin vurduğu kimi göz altına, yanaqlara, buradan belə bu hissəyə
buralara və çox az miqdarda bunların da üstündən getmək lazımdır. Toz pudran Flormardandır. Buralara da yaymaq lazımdır. Ən sevdiyim highlighter da Too Faced'dəndir. Highlighter çox qəşəngdir. İndi də keçirik liner vurmağa. Liner yadım. İndi də Sephora'nın çox xoşuma gəlibdir cidden. Amma gələn səfər istəyirəm başqa bir tujunu yoxlayım. Baxın, indi gözəldir. Bəli dostlar, podkastı çəkdik. Editləməyə qalıbdım və onun sonunda paylaşıma keçəcəyik. İndi gedəcəyim mağazinə. Mən də şirniyyat alaram çayın içimə. Şimdi yiyəcəm, saat 9-da ki evə gidiyorum. Dostlar, gözəl bir günlə həyatımızı qarşılayırıq. Çox qəşəng görsənirəm. Günəş çox güzel. Az zəqrətə baxmalı. Mən də bir dənə şirniyyat alım. Bu qədər yol gəlmişik də bir mədəniyyət var. Bir tort alım. Ayıbdır. Dostlar, şirniyyatımızı aldıq. Evet, istəyirdi. Dostlar, gəlmişik bu zonlarını keşf etməyə. Sim. Kirli filmini. Ay başa tanış. Ay ama ben şok. Umarım ki xəbərim yoxdur. Gəlmişik. Bunlar gəlsin buralardan alsın. Gəlin alın dostlar. Amma məndən də alın. Mənim şirniyyatlarımdan da alın. Nesini unutmuruq. Dostlar, buradadır Party Home. Bu zonada gəlib baxa bilərsiniz. Burada gülləri də var. Novruza aid xonçalar da var. Hər şey də var. Buradan qutu aldıq. Mən öz işimə görə qutu aldım. Və oturum videonu hazırlayım. Bizim öz videomuzu hazırlayım. Ondan sonra da həknəm. Yemək hazır olanda sizlərə geri dönüş edəcəm. Yarısına qədər düzəltdik podkastın. Bir 30 dəqiqəlik falan bir videoydu. Hələ mənim vlogumun da videosu var. Onu da hələ düzəltməliyəm. İndi gedirik çay koy içməyə. Bəli, axırı ki gəldik, çatdıq evimizə. Düzdür, biraz yorğun bir gün oldu, amma maraqlı bir gün oldu. İndi gedək, makyajımızı silək, özümüzü yağ. Artıq gəldik günümüzün sonuna. Gözəl makyajımızı silək. Mən bilmirəm, mən belə başlayıram, amma başqaları bilmirəm necə başlayır üst silməkdə. Əgər fərqli yöntəmdirsə, aşağıda rəylərə yazarsınız. Nələri məsləhət görürsünüz üst silmək üçün? Hansı serum, hansı tonik daha yaxşıdır? Hansı dəriyə daha yaxşı təsir? Mənim dərim məsələn qurudur və həssas dəridir məndə. Sizə də əgər quru dəridirsə, məsləhət görə bilərsiniz mənə də ki, hansı yaxşıdır, hansı yaxşı deyil, nə bilim, bəlkə mən istifadə etdiklərim ümumiyyətlə məhsullar yaxşı deyil. Onları birlikdə bilək, birlikdə mən də sizdən öyrənim. Sonra üzümü silirəm birinci, ondan sonra üzümü yuyuram. Mislər su məndə imajdır. İmajda amma bu artıq az qalıb, dəyişdirəcəm. Fikirləşirəm ki, biodermaya keçim, mislər suda. Deyirlər yaxşıdır. Mislər sudan sonra üzümü geldən, ondan sonra tonik vururam. Toniklə də silirəm bir reis. Ondan sonra serum, ondan sonra da krem gəlir. Onda kremdə ki, yatana yaxın artıq vururam. Yatana yaxın vururam ki, istifadə edirsiniz. Ümumiyyətlə hansını istifadə edirsiniz, hansı yaxşıdır falan. Hamısını deyirsiniz. Mən də sizdən öyrənim. Əslində, mənim podruqalarım çox qəşəng makyaj edirlər. Özləri də bu videoya baxanda biləcəklər mən kimləri nəzərdə tuturam. Əslində sonradan, yəni demək olar ki, yüngül var ki, makyaj eləmək necə olur, hansılar daha yaxşıdır, hansılar yaxşı deyil, üstləndə hansını birinci istifadə eləmək lazımdır, hansını sonradan istifadə eləmək lazımdır. Bunları artıq mən sonradan öyrənmişəm. Daha çox gec anlamışam. Hansı fırça hara üçündür, hansı nədən sonra nə vurmaq lazımdır, nə bilim, makyaj eləməkdə də elə. Hansı hara üçündür, mən bunları heç birini bilmirdim. Mənim makyaj anlayışım ancaq liner, bir də tuş. Bu oldu yəni. Uzaq başı maksimum dodağımı kontur edərəm. Bu qədər. Yəni mənim ən favori makyajım olur linerlə tuş. Ona görə mən liner çəkməkdə daha yaxşıyam. Bu arada mən məsələn başqasına makyaj edə bilmirəm. Başqasına liner sürtə bilmirəm. Mən də alamıyorum bir şeylər.
sıkıldım. Saz yaxşı olar. Deyirəm, hansı tonik daha yaxşıdır. Pambığa da diskədə töküb istifadə edənlər var, əldə də istifadə edənlər var. Serumumu zarifləyim. Vazelin vururam kipriklərimi. Ki, vazelin kiprikləri uzadır. Bu şey inanıram, ona görə vazelin vururam kipriklərimi. Kiprikləri qəşəng uzadır əsasda. Qaynaqdan sonra laminasiya o qədər də kiprikləri korlamır, amma qaynaq korluyur cidden. Çünki mən də vaxtı ikən çox qaynaq eləyəndim. Hər dəfəsində qaynaq eləyirəm, çox xoşuma gəlir. Cidden çox rahat bir şey. Sonra peşman olurum, qaynaq eləyirəm. Amma laminasiyada çox riskli halda yerlər var ki, yəni mən məsələn laminasiyada getmişəm. Sağ olsunlar korlamırlar kipriyini. Adamlarda görmüşəm, laminasiya gedib, kipriklər üstünə düşübdür. Qırıq-qırıq, nə bilim, bükür. Kipriklərin bax. Rutinimiz qutardı. Bu videonun altından da ki, aramızda qalsının podcast bölümünü, linkini paylaşım edəcəm. Aşağıdan qeyd edəcəm. Instagram profilimi də, öz şəxsi biznesimi də. Hər kəsi öpürəm. Çox sağ olun bugünü mənimlə keçirdiniz deyə. Görüşərdək. Öpdüm. Çoxlu. Sevin, sevilin, qoruyun.